Baxaq 51-ci suala. B4 bölünsün B2 bərabərdir 9-a. B4 bərabərdir 108 olarsa B3-ü tapın. B3-ü tapın. Deməli yazıram. B4 böl B2-ni sadələşdirək. B4-ün yerinə B2 vur Q-nin kvadratı bölünsün B2 bərabərdir 9-a. B2-lər deməli ixtisar getdi. Q kvadrat bərabərdir 9-a. Q də bərabərdir müsbət mənfi 3-ə. Və şərtdə verməyib Q müsbət mənfidir. Ona görə hər iki qiymətdən baxılacaq. B4 də bərabərdir. B3 vur Q kimi sadələşdirək. Çünki bizdən B3 istəyir. B4-ümüz 108 bərabərdir. B3. B3-ümüz vurulsun Q-nin yerinə müsbət mənfi 3. Yəni bir dəfə müsbət 3, bir dəfə mənfi 3-dən yoxlasaq B3 bərabər olur. 108-i 3-ə böləndə müsbət 3-ə böləndə müsbət 36, mənfiyə bölünər olacaq mənfi 36. Yəni B variantı. Keçirəm 52-ci suala. 52-ci sualda da deyir ki, B1 üstəgəl B2 bərabərdir 12-yə, B3 bərabərdir 2B4. Şərtlərini ödəyən həndəsi sizlə ilk 4 həddin cəmini tapın, yəni S4 istəyir. S4. S4-ümüz nəyə bərabərdir? Aşağıdan yazıram. S4 bərabərdir. B1 vurulsun Q-nin üstə 4 çıx 1 bölünsün Q çıx 1. Deməli B1 və Q lazımdır. Birinci nə eləyək? Buradan sadələşdirəm. B3 bərabərdir. 2 vurulsun. B4-ü B3 əsasən yazıram. B3 vur Q kimi. Q üstə 1 kimi. B3-lər ixtisar gedir. Q bərabər olur 2-də 1-ə. Q-nü tapandan sonra ikinci ifadəni sadələşdirəm. Bu ifadə. B1 üstəgəl. B2 yenə yazıram. B1 vur Q kimi bərabərdə 12-yə. B1-i çıxarsam 1 üstəgəl Q bərabərdə 12-yə. Q-nin qiyməti bilirik. Gətirib yerinə yazsaq. B1 vurulsun 1 üstəgəl 2-də 1 bərabərdə 12-yə. B1 də bərabər olur 12 bölünsün 2-də 3. Yəni vurulsun 3-də 2 olacaq. 3-də 2, B1 də olur 8. Deməli, B1-i 8 tapdıq, Q-ni də 2-də 1 tapdıq. Yuxarıdan yazıram. Yazıram. B1 oldu 8, Q oldu 2-də 1. Q oldu 2-də 1. Gətirək qiymətini hesablayaq. Bərabərdir. B1-in yerinə 8 vur. 2-də 1-in üstündə 4 çıx 1 böl 2-də 1 çıx 1. O da eləyəcək. Deməli, 2-də 1-dən 1 çıxanda mənfi 2-də 1, məxrəcdə mənfi 2-də 1, sürətdə 8 vurulsun. 2-də 1 sözdür 16-da 1 deməkdir. 16-da 1 çıx 1. O da mənfi 16 sürətə qalxanda vurulsun. 16-da 1-dən 1 çıxanda mənfi 16-da 15. Bunlar ixtisar gedir. Qalır müsbət 15. Yəni D variantı. 52-də olur. D bəndi. Baxıram 53-cü suala. 53-cü sualda eyni bu tipdəndir. 53-də də bizə deyir ki, deməli 53-də B3 üstəgəl B4 bərabərdir 72-yə və B3 bərabərdir 3B2. Şərtini ödəyən həndəsi isə ilk 4 həddinin cəmini tapın. Yenə eyni sual S4 istəyir. Bu ifadəni sadələşdirsəm B3 bərabərdir 3 vurulsun B2. Burada B3 sadələşdir. B3 yazıram. B2 vurulsun Q üstə 1 bərabərdir 3B2-yə. Yəni bu ifadəni sadələşdirdik. B2-lər ixtisar getdi. Q bərabər oldu 3-ə. Sonra və şərt verib ki B3 üstəgəl B4 bərabərdir 72-yə. Buradan yazıram. B3-ü yazıram. B1 vur Q kvadratı. Üstəgəl B4-ü yazıram. B1 vur Q kubu. Bərabərdir 72-yə. B1 vur Q kvadratın mərtəzə xərcini çıxarsam 1 üstəgəl Q bərabərdir 72-yə. B1 vurulsun. Q-nin qiymətini 3 bilirik. Yəni 3-ün kvadratı vur 1 üstəgəl 3 bərabərdir 72-yə. B1 vur 9 vur 4 bərabərdir 72. Buradan B1 olur 2. B1-də tapdıq 2. Bu qədər. Və sonunda da S4-ü tapaq. S4-ümüz nəyə bərabərdir?
S4'ümüz bərabərdir. B1 vurulsun 2'nin üstə 4 çıx 1 bölünsün 2 çıx 1. O da bərabərdir. B1'imiz buradan yazaq. B1'imiz 2 vurulsun 3'ün üstündə 4 çıx 1 bölünsün 3 çıx 1. 3'dən 1 çıxanda 2, bu 2 ilə ixtisar gedir. 3 sədir 81 çıx 1 bərabər olur 80'ə. Yəni C variantı. Baxıram 54-cü suala. 54-cü sualda da 54'də B4 üstəgəl 54'də B4 üstəgəl B2 bərabərdir 18. B3 üstəgəl B1 bərabərdir 9. Sizlə vurğun tapın, yəni künü istəyir. O sistem tənəyi alıram. 2 çıx sual yazıram. İndi buradan baxaq. Sadələşdirirəm. B4'ü yazıram. B1 vur Q kubu üstəgəl B2'ni yazıram. B1 vur Q bərabərdir 18'ə. B3'ü yazıram. B1 vur Q kvadrat üstəgəl B1 bərabərdir 9'a. Yenə yazaq. Bu birinci ifadədən B1 Q'nü mürtəzə xaricə çıxarsam, qalır Q kvadrat üstəgəl 1 bərabərdir 18. Məxrəcdən yəni ikinci tənlikdən də B1'i çıxarsam, olur Q kvadratı plus 1 bərabərdir 9. Sonra bu aldığımız tənlikləri tərəf-tərəfə bölərəm. Tərəf-tərəfə bölsəm, yəni bu hissəni silək, yuxarıdan tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsəm, alacaq ki, B1 Q vurulsun Q kvadratı üstəgəl 1 bölünsün B1 vurulsun Q kvadratı plus 1 bərabərdir 18 böl 9. Tərəf-tərəfə böldük. Buradan da bunlar ixtisar getdi, B1'lər ixtisar getdi. Q bərabər oldu 18, 9 böldü 2'yə. Deməli, cavab oldu 2. Baxaq 55-ci sualına. 55-ci sualda da yenə eyni qaydadan yazıram. B4 çıx B2'ni sadələşdirirəm. B4 birinci sistemə yazaq. B4 çıx B2 24. B3 çıx B1 12. Yenə eyni tip sualdandır. Bu dəfə də sadələşdirib tərəf-tərəfə bölərəm. Və yenə eyni Q'ni istəyir bizdən. Deməli, B4'ü yazıram. B1 Q kubu çıxılsın. B2'ni yazıram. B1 Q bərabərdir 24. B3'ü yazıram. B1 Q kvadratı çıx B1 bərabərdir 12. Təzdən B1 Q'nü birincidən çıxarsam, qalır Q kvadratı çıx 1 bərabərdir 24. İkincidən də B1'i çıxarsam, qalır Q kvadratı çıx 1 bərabərdir 12. Bunlar tərəf-tərəfə böləndə, deməli, qalır Q bərabərdir 24 12'yə böləndə 2. Baxıram 56-cı suala. Deməli, 56-cı sual. 56'da B3 bərabərdir 256, B5 var və bizdən B7'ni istəyir. B7. Əslində B3, B5, B7. Buradan baxan kimi görsən ki, B5'in kvadratı bərabərdir B3 vur B7'yə. Çünki yəni 3 ilə 7'nin cəmi yarısı 5'i verir. Bu şəkildə yaza bilərik. Burada da B5 64'ün kvadratı bərabərdir. B3'ümüz 256 vurulsun B7. Bu birinci üsuldur. İkinci üsulla da bunu göstərəcəm. Buradan da B7 bərabərdir 64 vur 64 bölü 256. Bu 1 4 64 ixtisar gələndə. Bu 1 16 olacaq 16. Bu birinci üsul. İkinci üsul da belədir. Bunu silirəm. İkinci üsulla göstərəm. Yəni ədədi sizlərdə biz ən çox bu üsuldan istifadə edirdik. İndi göstərim. Məsəl üçün B7'ni tapmaq üçün nə lazımdır mənə? Yazaram B5 vur Q kvadratı yazaram. B5'imiz var da. Deməli bizə bir dənə Q kvadratı tapsaq bəs eləyir. Yazıram. B5 bərabərdir B3 vur Q kvadrat. B3 sən də B5'ə əsasən B5 bərabərdir B3 vur Q kvadrat. 64 bərabərdir B3 256 vur Q'nun kvadrat. Q'nun kvadratı bərabərdir 64 bölü 256'ya.
Q də bərabər olur 16-da 4, yəni 4-də 1-ə. Q 4-də 1 isə gətirib yerinə yazsam, B5-in qiyməti bizə 64 vurulsun Q-nin kvadratı, yəni 16-da 1. Bu deyilədi 4. Hesab səhvi getmədim. Ya da bayaq hesab səhv eləmişdim. Hansındasa birində hesab səhvi gedib. Deməli, oldu bu qayda. Hə, burada hesab səhvi gedib. Elə. 16-da 8 olur. Bu da 2-də 1 olur. 2-də 1. Burada səhv çıxartmışam. 2-də 1-in də kvadratı 4-də 1 eləyib 16. Birinci düz hesablamışdım. İndi səhv hesablamışam. 16. Bir də bu qayda ilə. Təzədən 57-ni suala yazıram. 57-ni də B2, B4, B6. Bu bayaqki sona yazacağım. Deməli, B4-ün kvadratı bərabərdir. B2 vur B6-ya. B4 24-ün kvadratı bərabərdir. 6 vur B6-ya. B6 da bərabərdir. 24 vur 24 böl 6. 1, 4, 4, 24-ə vuranda 96. Keçirəm 58-ci sualı. 58. Deməli, 58-ə deyir ki, B2 bərabərdir 3. B3 bərabərdir 6. S12 böl S6-nın nisbətini tapın. S12 böl S6 nisbətini tapın. S12-nin yazıram. B1 vurulsun Q üstə 12 çıx 1 bölünsün Q çıx 1. Bunu biraz elə yazaq ki, deməli S12 bölünsün S6. Belə yazaq. S12-ni yazıram. B1 vur Q üstə 12 çıx 1 bölünsün Q çıx 1. S6-nı yazıram. B1 vursun Q üstə 6 çıx 1 bölünsün Q çıx 1. Buradan ixtisarla aparsam B1-lər gedir, Q minus 1-lər də gedir. Sürətdə qalır Q üstə 12 çıx 1 bölünsün Q üstə 6 çıx 1. Q üstə 12-ni də vuruqlarına ayıraram. Q üstə 6 çıx 1, Q üstə 6 plus 1. Bölünsün Q üstə 6 çıx 1. Bunlar da gedir. Deməli Q üstə 6 plus 1 qalır. Bizdən istənən bu S12 bölü S6 ifadəsinin qiyməti Q üstə 6 plus 1-ə bərabərdir. Deməli biz bunu hesablamalıyıq. Bunu da hesablamaq üçün bizə Q-nin qiyməti lazımdır. Q-nin qiymətinə bu ikisini istifadə edəcəm. B3 bərabərdir B2 vur Q-yə. Yəni Q bərabərdir B3 böl B2. B3-ümüz 6, B2-miz 3 olacaq 2. Deməli, 2-nin üstə 6 plus 1, 64 üstə gəl 1 olacaq 65. 59-cu suala baxıram. Deyir ki, həndəsizlə S14 böl S7-ni, yenə birinci S14 böl S7-ni sadələşdirirəm. S14-ü B1 vursun Q üstə 14 çıx 1 bölünsün Q çıx 1 bölünsün B1 vurulsun Q üstə 7 çıx 1 bölünsün Q çıx 1. Bu şəkildə yazıq. B1-lər Q minus 1-lər gedir. Qalır Q üstə 14 çıx 1 bölünsün Q üstə 7 çıx 1. Q üstə 14 çıx 1-də ayıram. Q üstə 7 çıx 1 vurulsun Q üstə 7 plus 1 bölünsün Q üstə 7 çıx 1. Q üstə 7 çıx 1-lər gedir. Deməli, S14 böl S7-dən nə qaldı? Q-nin üstünə 7 üstə gəl 1. Bu şəkildə sadələşdi. İndi buradan da Q-nu tapmaq lazımdır. B3 bərabərdir. B2 vurulsun Q-yə. Alırıq ki, Q bərabərdir. B3 böl B2-yə. Buradan da B3-ümüz bizim 2-dir. B2-miz də B2-də. Bunu yaza bilərik. 2-nin üstündə 7-də 6 kimi kəsrə çevirsək. Yəni kökdən kəsrə çevirsək olur 2 üstə 7-də 6. B2-ni deməli. B3-ümüz 2-dir. B2-ni də yenə yazıram. 2 üstə 7-də 6. Bu da 2 üstə 1-dir. Bölmə mənada sürətlər, qüvvətlər çıxılır. 2 üstə 1 çıx 7-də 6. Yəni 2 üstə 7-də 1. Deməli 2 üstə oldu 7-də 1. Bu da eləyir 7-ci dərəcədən kök 2. Və bizə Q üstə 7 üstə gəl 1 hesablayır. Q-nin yerinə yazıram. 7-ci dərəcədən kök 2 üstə 7 üstə gəl 1. 7-lər gedir. 2 üstə gəl 1 olacaq 3. C variantı.
60-cı suala baxıram. Deməli 60-cı sualda bu da bayaqki 60-cı sual eyni 60, 61-ci sual deməli 52, 53-cü sual tipi ilə eynidir. Bunu yazmağa ehtiyac yoxdur. Hətta 53 ilə 60 demək olar ki, eynidir. Bu iki tipdən də bayaq yazmışım deyə bunları yazmıram təkrar. Çünki iki dənə növ yazmışam buna aid. 62-ni yazıram. 62-də deyir ki, SN bərabərdir 5 çıxılsın 5-in üstündə 1 minus N. Disturə biləhəndə sizə ikinci ədini tapın. Yəni bizdə B2-ni istəyir. Biz də bilirik ki, B2-ni tapmaq üçün biz S2-dən S1-i çıxmalıyıq. Yəni BN bərabərdir SN çıx SN minus 1 düsturuna əsasən. Aha. İndi nə edirik? Burada S2-ni tapıram birinci. S2. S2-miz nəyə bərabərdir? 5 çıxılsın 5-in üstə 1 çıx 2. Yəni harada N var yerinə 2 qoyuram. 5 çıxılsın 5-də 1. Bu deyir ki 4 tam 5-də 4. Yəni 4 tam 8. Oldu 4 tam 8. Bunu yazıram. Deməli S2-miz oldu 4 tam 8. İndi S1-i tapıram. S1 bərabərdir. 5 çıxılsın 5-in üstə 1 çıx 1. 5 çıxılsın 5 üstə 0. Bu da 5 çıx 1, yəni olacaq 4. Çıxılsın 4 olur 0,8. Yəni C variantı. 63 də eyni sualda. Yenə 63-ü keçirəm. 64-ə baxıram. 64-də də bizə nə deyir? Deyir silsilə vuruğunu tapın. Silsilə vuruğunu Q bərabərdir B. Demək yazıram. B3 var bizdə və B1 var. B3-ü yazıram. B1 vursun Q kvadratı. Bizdən də Q-nü istəyir. Q-nün kvadratı bərabərdir B3 böl B1. B3-ün yerinə 4 kök 2. B1-in yerinə 64 kök 2. Kök 2'lər gedir. 64-dən 4 gedir, qalır 16-da 1. Q-nün kvadratı 16-da 1-dirsə, Q olur 4-də 1. Q da olur 4-də 1. Və müsbət mənfi 4-də 1 daha doğrusu. Yəni A variantı. Gəlirəm 65-ci suala. 65-ci sualda deyir ki, artan həndəsizlərin birinci əddi 2-yə. Artan həndəsizlərin birinci əddi 2, yəni B1-imiz 2. İlk 3 əddin cəmi 26-dır. Yəni B1 üstəgəl B2 üstəgəl B3 bərabərli 26-dır. Yəni S3 26 demək istəyir. Və bu silsilənin 4-cü ədini tapın, yəni bizə B4 istəyir. Biz B1-i verib deyə qiymətən. Bu şəkildə bunu silirəm. Elə S3 kimi yazıram. Yəni S3 bərabərli 26. S3-ü necə tapırıq? S3 bərabərdir. B1 vurulsun. Q-nün kubu çıx 1. Bölünsün Q çıx 1. Bərabərli 26 verir. B1-in yerinə 2 yazıram. 2 vurulsun. Q kubu çıx 1-i parçalayıram. Q çıx 1 kublar əsasən Q kvadratı plus Q plus 1. Bölünsün Q çıx 1 bərabərli 26-ya. Q çıx 1-lər gedir. 2 ilə 26 gedir, qalır 13. Deməli Q kvadratı plus Q plus 1 bərabərli 13-ə. Alırıq ki Q kvadratı plus Q çıx 12 bərabər 0-a. Bu şəkildə hesabladıq. Bu hissəni silirəm. Deməli, nə hesabladıq? Biz aldıq ki, Q-nün kvadratı çıxılsın üstəgəl Q çıx 12 bərabər 0. Və burada artan həndəsizdir. Artan dediyinə görə deməli bunun Q-sü nədir? Müsbətdir. Q-sü müsbət ədəddir ki, bu artan həndəsi silsilədir. Daha doğrusu Q-sü 1-dən böyükdür. Q 1-dən böyük olanda 0-dan böyük yox. Q 1-dən böyük olanda olur artan həndəsi silsilə. İndi baxaq. Deməli, burada kökləri cəmi mənfi 1 haisli mənfi 12 olan ədədlər olacaq Q1 mənfi 4. Q2 də olacaq, necə olacaq? 3. Artan dediyinə görə biz hansını götürəcəyik? 3-ü götürəcəyik. Deməli, mənfi olanı götürməyəcəyik, müsbət olanı götürürük. 2 oldu 3. Aha.
Baxaq indi. Burada Q3-dürsə, hansını istəyirsinizsə 4-cü ədədini istəyir bizə. Yazıram B4 bərabərdir. B1 vur Q-nün kubu. B1'imiz var 2, Q-də 3'ün kubu. Yəni 27 vur 2 olacaq 54. 66'ya baxıram. 66'da deyir ki, hədlərin müsbət və həndəsi hissələrdə B1 24. B1 24. İlk 3 həddin cəmi, yəni S3 42 olarsa B4'ü tapın. Bunu da ikinci yolla yazıram. Bunu da başqa, yəni S3'ün də üstünə yazmayacaq. Deməli B1 üstəgəl B2 üstəgəl B3 bərabərdir 42. Yəni ilk 3 həddin cəmi 42'dir. Burada az həddir deyə bu şəkildə də yaza bilərik. Məsələn, ilk 2 həddi deyəndə B1-dən B2-ni götürüb yaza bilərsiniz S-siz. İlk 3 hədd edinə görə S-in düstursuz da B1 üstəgəl B2 üstəgəl B3 şəklində yaza bilərəm. B1 24, 24 üstəgəlsin B2 üstəgəl B3 bərabərdir 42'yə. Buradan B2 üstəgəl B3 bərabərdir 42'dən 24 çıxanda 12'dən 4 çıxan 8 deməli 18. Oldu 18. B2 üstəgəl B3 cəmi. Buradan da təzədən yazıram. B2 üstəgəl B3-də parçalasam B1 Q üstəgəl B1 Q kvadrat bərabərdir 18'ə. Buradan B1 var yenə əlimizdə. B1 çıxarsam Q üstəgəl Q kvadratı bərabərdir 18'ə. Əslində bayaqki yol bundan qısa gəldi məncə. B1'imiz yenə 24'dür. Q üstəgəl Q kvadrat bərabərdir 18 böl 24'də, yəni hər tərəfini B1'ə bölsək 18 böl 24'də 6 yığsa gedir 3, 6 yığsa gedir 4, hər tərəfini 4'ə vursam 4Q kvadrat üstəgəl 4Q sıx 3 bərabər 0'a. Buradan da deməli biz nəyi tapmalıyıq? Q-nü. Q-nün də qiyməti bu sənsilim. İnşallah hesab səhvi getməmiş olar. Diskriminant olur 16, deməli 48, 64. Diskriminant olur 64. Q1 olur mənfi 4 üstəgəl 8, mənfi 4 üstəgəl 8 böl 8, yəni 2'də 1. Q2'də olur, mənfi, yenə hədlərin müsbət dediyinə görə də mənfi olan hesablanmır. Q-nü tapdıq 2'də 1. Yine bizden B4 istəyir. Yazıram B4 bərabərdir B1 vur Q-nün kubuna. 24 vur Q-nün, yəni 2'də 1'in kubu. Bu da eləyir 24 vur 8'də 1. Yəni 24'də 8'də 1'ə vuranda olacaq 3. 66'da da cavab olur E bəndi. Yaxşı, keçək 67-ci suala. 67 nə deyir? Burada deyir B3 verib ki, B3 bərabərdir 2, B5 bərabərdir 3'də 4 olarsa, B-nin həndəsi hissələrinin ilk 4 həddin hasilini, burada cəm demək, ilk 4 həddin hasilini. Yəni, demək istəyir ki, B1, B2, B3 və B4 hasilini tapın. Bunu tapın deyir, bu hasili. Deməli, burada birinci bu 2'dən verilən ifadədən istifadə eləyək. Əlimizdə nə var? B3 var onsda. B5 var. Bu ikisini istifadə eləyərək biz həm B1 tapa bilərik, həm Q-nü tapa bilərik. Yazıram. B5 bərabərdir B3 vurulsun Q-nün kvadratına. B5 3'də 4 bərabərdir B3 2 vurulsun Q kvadratı. Buradan da Q kvadrat bərabər olur 2'ye böləndə olur 3'də 2. Q kvadrat oldu 3'də 2. Və bu zaman Q'müz də bizim olur kök altda 3'də 2. Deməli, Q'nü tapdıq kök altda 3'də 2. Yazıram. Q'müz bərabərdir kök altda 3'də 2. Aha. Q oldu kök altda 3'də 2. Gələk B1'i tapaq. B1'imiz B3'ümüz bərabərdir B1 vur Q-nün kvadratına. Yəni 2 bərabərdir B1 vur Q-nün kvadratı, yəni kök altda 3'də 2'nin kvadratı. Kvadratla kök gedir. Olur 2 bərabərdir B1 vurulsun 3'də 2'yə. Buradan da B1 bərabərdir 6 bölü 2 3'ə.
Vəssalam. B1 də tapdıq 3. Aha, bunu silirəm təzədən. Deməli, B1 tapdıq, B3, B4 qalır. B2 və B4 qalır. Biz buradan bunu biraz da sadə, əslində hamısını tək-tək tapa bilərik, amma tapmadan da baxın. B1 var, neçə tapdıq? 3 vurulsun. Bu ortadakı B3'ü yazıram. B3 vurulsun. B2 ilə B4 bizə nəyi verir? B3'ün kvadratın. Düzdür? Çünki 2 ilə 4'ün cəmi yarısı 3'dür. B2 vur B4 hasildə bizə B3'ün kvadratını verir. Bu hasildə olur. Buranı silirəm. Bu hasildə olur. 3 vurulsun B3'ün kubu. B3'ümüz də 2'dir deyə 3 vur 2'nin kubu. 8 vur 3 24. Yəni mən çalışıram bunları bu üsulla daha çox yazım ki, gözünüz alışsın buna. Və gəldik 68-ci suala. 68-ci sualda nədir? Deyir, A və B-nin hansı qiymətlərində ardıcıllığı həndəsizlidir. Həndəsizlik olması üçün biz demişdik ki, necə olmalıdır? Biz A-nı taparıq qiymətini, sonra Q-nü, B-ni taparıq. Aha, elə həndəsizlik olması üçün 3, A, 9, B. Bunlar ardıcıl hədlərdir. A-B'nin hansı qiymətlə? Ardıcıl hədlər. Ardıcıl hədlər olanda burada nə edirik? Biz bilirik ki, ortadakı, yəni A-nın, bunu belə yazın birinci. B1, B2, B3, bu da B4. Biz bilirik ki, B2'nin kvadratı bərabərdir. B1 vur B3'ə. Buradan, yəni buna əsasən, bir də B3'ün kvadratı bərabərdir. B2 vur B4'ə. Buna əsasən yazıram. Buna əsasən yazıram birinciyə. B2 yerində A durur. Yəni A-nın kvadratı bərabərdir 3 vur 9'a. 3 vur 9'a. Buradan A olur. Müsbət mənfi kök 27. Sonra B-nin kubun yerində, yəni daha doğrusu B3'in yerində. B3'in yerində nədir? 9 durur. 9'un kvadratı bərabərdir. B2 yəni A vur B4 yəni B. A vur B bərabərdir 81'ə. A-nı biz tapmışıq. Müsbət mənfi kök 27. Müsbət mənfi kök 27 vur B bərabərdir 81'ə. Buradan da B bərabərdir 81 bölünsün. Müsbət mənfi kök 27. Bu da biraz daha sadələşdirsəm olur ki, müsbət mənfi 81 bölünsün. Kök 27'ni yəni 3 kök 3 yazsaq gedir. Müsbət mənfi 27. Deməli 27 böl kök 3. Təzədən bunu yenə kök 3'ə vursaq, deməli B olacaq nəsə yuxarıdan yazıram. Müsbət mənfi kök 3'ə vursaq müsbət mənfi 9 kök 3 oldu. Deməli E bəndi 68'də də cavab olunacaq E bəndi. Gəlirəm 69-cu suala. 69'da. 69'a nə verim? Deməli, burada da B1 vur B11 yazıram. B1 vur B11 bərabərdir. Kök 3 vur B9. Və nəyi soruşur? B1, B2, B3, B4 və B5 hasilini tapın. Aha, mən burada ancaq B3'dən istifadə edə bilərəm. Bunu biraz sadələşdirəm bu hasili. Biz bilirik ki, bu da B, ortadakı B kubun yazıram. B kubun yazıram. B2 vur B4 də bizə B-nin kubun kvadratı. B kubu nədir? 3'ü görüb. Deməli, ortada B3'ü yazıram. B2 vur B4 də bizə B3'ün kvadratını verir. Var olsun. Və B1 vur B5 də bizə B3'ün kvadratını verir. O da eləyir ki, B3'ün üstündə 5. B3'ün üstündə 5. Deməli, bu hasili sadələşdirdim. B3'ün üstündə 5. Biz B3'ü tapsaq, həmin hasili tapmış oluruq. Bu isə keçək sadələşdirməyə. Bunu qısaca sileyim. Yəni, B3'ün üstündə 5 yazıram. Yazıram, bərabərdir. B3'ün üstündə 5. Bərabərdir. Bunu hesablayacaq. İndi bu hissəni sadələşdirəm. B1 vur B11'i yazıram. Bu tərəfdə B9 var deyə, ixtisar geçsin deyə B9 vur Q-nin kvadratı. Bərabərdir. Kök 3 vur B9.
B9'lar ixtirac etdi. B1 vur Q-nin kvadratı bərabərdir kök 3. B1 vur Q kvadratı bizə verir B3'ü. B3'ü neçə tapdıq? Kök 3 tapdıq. B3'ümüz kök 3'dürsə gətirib yerinə yazaram. Deməli, kök 3'ün üstündə 5. Kök 3'ün üstündə 5. Bunu biraz da sadələşdirim. Kök 3'ün üstündə 4 vur. Kök 3'ün üstündə 1 kimi yazaram ki, rahat sadələşdirək. Bununla bu gedir 2 olur 9 kök 3. Yəni B bəndi. Keçək 70-ci suala. 70-ci sual. 70-ci sualda yenə bizə bir hasil verib və belə bir ifadə verir. Biz hasilə baxanda bu çox vaxtda hasil şəklində olan ifadələri sadələşdirmək olur. Yəni onu tam açıq yazmağa tələsməyin. B5 vur B6 vur B7. Burada baxıram, baxın. 4 ilə 6, 3 ilə 7, 10, onun yarısı 5. Yəni B5 vurulsun. B4 vur B6 bizə B5'in kvadratını verir. Eyni zamanda B3 vur B7 də bizə B5'in kvadratını verir. Deməli, bizim hesablayacağımız ifadə olacaq nə? B5'in kubu. Biz B5'in kubu yox. B5 üstə 5'i hesablayacağıq. İndi keçək verilən şərtə. Şərtdə nədir? Deyir B2 vur B22 bərabərdir kök 2 vur B19. Yenə B22-ni B19 əsasən açıram. B2 qalsın hələ ki yerində. B22-ni açıram. B19 vur Q-nin kubu kimi bərabərdir kök 2 vur B19. B19'dar ixtisarac edir. B2 vur Q kubu bərabər olur Q2. Çəşətdir ki, B2 vur Q kubu 2 ilə 3 cəmi B5'i verir bizə. B5 bərabərdir kök 2'yə. Yazılmadı burada. Deməli, B5 bərabər oldu kök 2'yə. B5'in yerinə yazıram. Kök 2'nin üstündə 5. Bunu yenə sadələşdirim. Kök 2'nin üstə 4 vur kök 2 üstə 1. Bu bizə verir 4'ü. Olur 4 kök 2. Yəni A bəndi. Keçirəm 71-ci suala. 71-ci sual. İlk həddi 3. Yəni B1'imiz 3. Sislə vurğu 3'də 1. Q-müz də 3'də 1. Olan həndə sizlə n-ci həddini tapın. N-ci həddi üstürün yazıram. Bn bərabərdir. B1 vurulsun. Q-nin üstə n-1. Yazıram. B1'in yerinə 3 vur. 3'də 1 üstə n-1. Sonra yenə 3'ün üstə 1'dir də bu. 3'də 1'də yazıram. 3'ün üstə -1, üstündə n-1. Bu da olur ki, əsaslar n olanda, hələ ki biraz da sadələ, 3'ün üstə 1 minus n. Mənfiyə vuranda üstlər oldu 1 minus n. Əsaslar n isə qüvvət üzəri toplanır. 1 ilə 1 minus n toplayanda olur 3 üstə mənfi. Daha doğrusu 3 üstə 2 çıx n. 3'ün üstündə 2 çıx n. Yəni B var, C variantı. 3'ün üstə 2 çıx n. 72-ci suala baxıram. 72-ci sual. 72-ci sualda deyir ki, əndə sizlə olarsa B1'i tapın deyir. Yazıram. S7 bərabərdir. S7 bərabərdir. Bunu daha sadə yolla elə düsturunun yerinə qoyaq yazıq. B1 vur Q-nin üstə 7 çıx 1 bölünsün Q çıx 1. Bərabərdir 635'dir. B1'in yerinin B1'imiz yoxdur, biz Q-ni tapırıq. B1 vurulsun. Q-nin yerinə 2 üstə 7 çıx 1. Bölünsün məxrəzdə Q 2 çıx 1 yazanda 1 elirdi. Onu təkrar yazmıram ki, hesab getməsin. B1 vur 2 üstə 7, yəni 128 deməkdir. Ondan 1 çıxanda 127. Bərabərdir 635'ə. Bu da yəqin ki, 7 neçəyə vursaq 5 eləyər. 5 olacaq yəqin ki. B1 bərabərdir 5 olur. Dəqiq hesablamaq. 73 də eyni bu sualdandır. Burada da yerinə qoyub hesablayırıq. 74-cü suala keçirəm. Bəzən bir neçə dəfə təkrarlanan suallar. Ona görə eynilərin yazı vaxt aparmaq istəmirəm. 74-də deyir ki, bu cəmi hesablayın. 1 çıx 3'də 2, üstə gəl 9'da 4, çıx 27'də 8, üstə gəl 3 nöqtə. Burada bəzən diqqətli olmaq lazımdır bu tip cəmlərdə.
Dediyim kimi, bəzən burada tamdan başlayır. B1'imiz tamdan başlayır. Yəni, məsələn, B1, B2, B3, B4. Bəzən də başdakı tam ədəddən başlamaya bilər. Yəni, ikinci həddən başlaya bilər. B1, B2, B3 bu şəkildə sıralaya bilər. Onun üçün bunu mütləq yoxlamaq lazımdır. Görək neçədən başlayır. Yəni, bunu yoxlamayıb da əslində. Yoxlamayıb da. Buradan başlayıb, sonra üstünə 1 gəlmək olar. Bu şəkildə. İndi burada baxan kimi gəlin elə əlimizi öyrəşdirək, 1'i hesablamayaq ən axırda. Çünki onu elə özünü də yoxlamaq vaxt aparır. Bunu yazıram belə. Elə bil 1 çıxılsın. Və yaxud da 1 üstə gəlinsin. Yazıram -3-2, üstə gəl 9-da 4, çıxılsın 27-də 8, üstə gəl 3 nöqtə. Bu şəkildə yazaq ki, həmişə rahat olsun işimiz. İndi bu cəmə baxıram. Bu cəmdə baxıram ki, həndəsizlərdir, düzdür? -3-2, 9-da 4, -27, 8. Bunu baxanda elə görürük ki, 3-2-yə vurmaqla, -3-2-yə vurmaqla hesablanır. Yəni, bu qalsın belə. Aşağıdan yazıram. B1'imiz bizim -3-2-dir. Q'miz bizim. Q'miz də -3-2-dir. Niyə? Çünki elə baxanda görsənir, amma yenə də məsələn baxıb görməyəndə nə edirik? Sadələşdirirəm. B2'miz neçədir? B2'miz 9-da 4. Yazıram. B2 bərabərdir B1 vur Q'ya. Yəni 9-da 4 bərabərdir B1. Yəni -3-2 vur Q'ya. Buradan da Q'nu tapsaq olur elə mənfi deməli 3-2. Düzdür? Q da olur -3-2 yazıram elə Q'nu buradan. -3-2. Bu şəkildə. Demişdim 3 nöqtə olanda necədir? Deməli, sonsuz azalan həndəsiz hisslərdir. Görürük ki, bu hissə bizdə sonsuz azalan həndəsiz hisslərdir. Sonsuz azalan həndəsiz hisslərində cəm düsturu var. Biz birinci bu cəmi tapıb, sonra birinə toplamalıyıq. Onun üçün nə edirəm? Yazıram. Sm bərabərdir B1 bölünsün 1 minus Q düsturundan. B1'imiz bizim -3-2-dir. Bölünsün 1 minus Q'miz də yenə -3-2. Üstə gəl 3-2 olur. O da olacaq ki, buradan yazaq. O da olacaq ki, sürətdə 3-də 5, daha doğrusu məxrəzdə 3-də 5, sürətdə də -3-də 2. Tərsinə çevirsə -3-də 2 vurulsun 5-də 3. Olur -5-də 2. -5-də 2. Ola bilər hesab səhvim gedər. -5-də 2. Deməli, cəmimiz oldu -5-də 2. 1'in üstünə nə gələcəm? 1'in üstünə gələcəm -5'dən. Biraz aşağıdan yazaq. Deməli, 1 üstə gəlib. Bu hissəni aldım -5'də 2. Bu deyir 1 çıx 5'də 2, yəni 5'də 3. Oldu 5'də 3, 74'də. Belə. Gələk 75-ci sola. 75'i də yazım. Tam başa düşün. Məsələn, bəzən ötürəm, amma bu suala yazacağım ki, tam başa düşəsiz. 75'də. Yenə 1 çıx 4'də 1, üstə gəl 16'da 1, çıx 64'də 1, üstə gəl 3 nöqtə. Dediyim kimi, birdən də hesablaya bilərsiniz, amma bəzən yoxlamaq lazım gəlir. Ona görə ən yaxşısı elə birinci həddi saxlayıb, üstə gəl yazıram. -4'də 1, üstə gəl 16'da 1, çıx 64'də 1, üstə gəl 3 nöqtə. Yenə baxırıq ki, bu hissə sonsuz azalan həndəsi hisslədir. B1'imiz bizim -4'də 1'dir. B2'miz bizim 16'da 1'dir. Q'nu da tapmaq üçün B2 böl B1'ə. B2'miz 16'da 1 bölünsün B1'imiz -4'də 1. Bu deyir elə -4'də 1. Yenə B1'də -4'də 1 oldu. Q da -4'də 1 oldu. Q da -4'də 1. Düzdür, baxanda görsənir sizlərə Q'nu tapmaq mümkündür. Amma yenə də yazıram ki, tam aydın olsun. Demək, bu isə hansı sizlərdə sonsuz azalan həndəsizlə, yəni Sm bərabərdir B1 bölünsün 1 minus Q. B1'imiz -4'də 1 bölünsün 1 minus -4'də 1, yəni 1 plus 4'də 1 olur. Bu da eləyir ki, -4'də 1 bölünsün
4-də 5. Bunu da çarpaz vursaq olur mənfi 5-də 1. Mənfi 5-də 1. Bu şəkildə. Demək, cəmi tapdıq mənfi 5-də 1. Bu hissəni silirəm. Demək, biz harada qalmışdıq? Qalmışdıq ki, 1 üstəgəl bu hissəni tapdıq mənfi 5-də 1. O da eləyəcək 5-də 4. Yəni 0.8. Keçirəm 76-cı suala. 76-cı sual. Deməli, 76-da. 76-da deyir ki, ədədlərə həndəsi silən ardıcıl hədlər olarsa. Həndəsi silən ardıcıl hədlər isə x çıx 1/5, x minus 3 və x, deməli, bu B1-imiz, B2-miz və B3-ümüz. Biz bilirik ki, ardıcıl hədd onda B2-nin kvadratı nəyə bərabərdir? B1 vur B3-ə. Yəni, x minus 3-ün kvadratı bərabərdir. X minus 3/2, 1/5 yəni yazsın, vurursun x. Bu şəkildə bunu həll eləməliyik. Yazıram, x-in kvadratı çıx 6x plus 9 bərabərdir. X-in kvadratı çıx 3/2x. Hər tərəfi x-dar gedir. Hər tərəfini 2-yə vuranda. Mənfi 12x plus 18 bərabərdir mənfi 3x. Bir tərəfə yığanda mənfi 9x bərabərdir mənfi 18-ə. X də bərabərdir 2-yə. X-ımız oldu 2. 77-də eyni bu qaydadadır. Ona görə yazmayacağım bunu. Və gəldim 78-ci suala. 78-ci suala deyir ki, həndəsi hissələnən Q-sü Q bərabərdir 3-də 1 olarsa, B3 çıx B5 bölünsün B7 çıx B9 ifadəsini, nisbətini tapın. Kəsirin nisbətini tapın. Bu nə edirəm? B3 çıx B5. B3'ü hamısını parçalayaq da. B3'ü yazıram B1 vur Q kvadrat. Çıxılsın B5'i yazıram B1 vur Q üstə 4. Bölünsün. B1 vur Q üstə 6. B9'da B1 vur Q üstə 8. Bərabərdir. Sürətdən B1 vur Q kvadratını çıxardanda qalır 1 çıx Q kvadrat. Məxrəcdən B1 vur Q üstə 6-nı çıxardanda qalır 1 çıx Q kvadrat. Bu 1 çıx Q kvadratlar gedir və B1'lər gedir. Qalır Q kvadratı böl Q üstə 6. Bunlar yenə gedir, qalır 1 bölünsün Q üstə 4. Bu şəkildə bu hissəni də təzdən silirəm, yazıram. Bərabərdir 1 böl Q üstə 4 də Q üstə mənfi 4 deməkdir. Q-müz də 3-də 1-in üstünə mənfi 4. O da olur 3 üstündə mənfi 1 üstə mənfi 4. Yəni 3 üstə 4, yəni 81. 79'da bu sual tipindən nə deyə yazmıram. 80'də yazaq. Deməli, 80'də yenə B6 çıx B4 bərabərdir 6-ya. B9 çıx B7 bərabərdir 48-ə. Bu şəkildə veriləndə də çox vaxtı sistem tənliyə gətiririk. Və bizdən B7-ni istəyir. Baxırıq ki, deməli, yalnız bunları açmaq lazımdır. B6-nı yazıram. B1 vur Q üstə 5. Çıxılsın. B4'ü yazıram. B1 vur Q kubu bərabərdir 6-ya. B9 B1 vur Q üstə 8. Çıxılsın. B7 B1 vur Q üstə 6 bərabərdir 48-ə. Birinci tənlikdən deməli B1 vur Q kubunu çıxardanda qalır Q kvadratı çıx 1 bərabərdir 6-ya. İkinci tənlikdən deməli ikinci tənlikdən bərabərdir 6. İkinci tənlikdən B1 vur Q üstə 6-nı çıxardanda qalır Q kvadratı çıx 1 bərabərdir 48-ə. Bunları biz alt halda bölürük. Alt halda bölürük deyə elə bir dəfəlik bunu kəsir xətti bərabərdir 48-ə 6. Yəni tərəf-tərəfə böldüm. Onda bunlar gedir, B1'lər gedir. Q kubu ilə Q üstə 6 gedir. 1 bölünsün məxrəcdə Q-nün kubu bərabərdir 6 yəni 48 qalır 8-də 1. Buradan da Q kubu bərabər 8, Q bərabərdir 2. Q-nü 2 tapdıq. Q-nü 2 tapandan sonra yenə işimiz hələ ki var. Deməli B7-ni istəyir. Q-nü tapmışıqsa B1-də tapmaq lazımdır. Yenə bu hissəni silirəm. Bu hissəni silirəm. Bu birinci tənlikdə gətirib yerinə qoyub B1'i tapaq. Yazıram. B1 vurulsun. Q üstə 5 çıx
2 kubu bərabərdə 6-ya. B1 vurulsun 2 üstə 5, yəni 2 üstə 5 çıx 2-nin kubu bərabərdə 6-ya. B1 vurulsun 2 üstə 5 32 çıx 8 bərabərdə 6-ya. B1 bərabərdə 6 bölünsün 32-dən 8 çıxanda demək olacaq 24. O da eləyir 4də 1. 2-ni də tapdıq, daha doğrusu B1 də tapdıq 4də 1. B1 də 4də 1-dirsə, B1 var əlimizdə və Q var. Verilən ifadə nədir? B7. B7-ni tapmaq tələb olunsa B1 vur 2 üstə 6. B1 4də 1 vurulsun. Q'miz 2'nin üstü 6. 2 üstü 6 bizə verir 64. 64'də 4də 1 olacaq 16. Keçirəm 81-ci suala. 81'də yazıb ki B n plus 10 bərabərdir 6'nın üstündə 3'də 2. Olduqda Bn plus 9 vurulsun Bn plus demək Bn plus 10 vurulsun Bn plus 11. Bu hissəyə baxırıq ki, bu hasil tapılır. Bu hissəyə baxsaq, bu isə ardıcıl hədlərdir. N plus 9, N plus 10, N plus 11. Məsəl üçün deyim də, N-in yerinə 1 qoysam, B10, B11, B11 və B12'dir. Belə olanda, ardıcıl olanda bizi bilir ki, ortadakı, yəni B11'in kvadratı bərabərdir. B10 vur B12'dir. Düzdür? 10, 10, 22 yarısı 11. İndi bu ardıcıl olduğundan deməli, bu ikisi də bizə nəyi verəcək? Bn plus 10'u yazıram. Bu kənardakılar da Bn plus 10'un kvadratını verəcək. Olacaq Bn plus 10'un kubu. Bn plus 10'un da qiyməti verib bizə 6 üstü 3'də 2. Bunun da kubu olacaq 6'nın kvadratı, yəni 36. Bu da belə. Keçirəm indi 82'ye. 82-ci suala. 82'də deyir ki, həndəsi silsilənin 1-ci və 3-cü hədlərinin cəmi 20. B1 üstəgəl B3 bərabərdir 20-yə. 2-ci və 4-cü hədlərinin cəmi 80'dir. Bu silsilənin vurğun tapın, yəni 2 sual. Yenə bunu yazaram belə. Neyini? Bir açaq. B1 üstəgəl B3'ü yazaram. B1 Q kvadratı bərabərdir 20'yə. B2'ni B1 vur Q üstəgəlsin. B4'də B1 vur Q kubu bərabərdir 80'ə. Yenə sadələşdirsəm, deməli, birincidən B1'i çıxarsam, 1 üstəgəl Q kvadratı bərabərdir 20. İkincidən B1 Q'nu çıxarsam, 1 üstəgəl Q kvadrat bərabərdir 80'ə. Və bunları alt-alta bölsəm, sürətdə qalır 1 böl məxrəcdə Q bərabərdir 20'ni 80'ə bölündə 1 böl 4. Buradan da Q'nu tapsaq olur 4. Q olur 4. Q'müzü də tapdıq 4 və bizdən direkt Q'nu soruşurdu. 83 bundan eyni sualdır. Keçirəm 84-cü suala. 84'də deyir ki, 84'də B1 vur B4 vur B10 bərabərdir 8'ə. B3 vur B7 hasilini tapın. Burada sadələşdirməyə çalışsam da deməli bizə hələ kəsinə vermir. 3 ilə 7 10'u verir. Burada da hər hansı ikisinin cəmi 10'u vermir. Ona görə neyniyə sadələşdirək. Yazıram B1 vur B4'ü yazıram B1 vur Q kvadratı. B10'u yazıram B1 vur Q üstə 9 bərabərdir 8. Burada B1'in kubu vurulsun Q üstə 11 bərabərdir 8. Bu şəkildə. İndi bu verilən ifadəni, yəni B3 vur B7'ni açıram. B3 yazıram B1 vur Q kvadratı. B7'ni yazıram B1 vur Q üstə 6. Bu da eləyir bizdə B1'in kvadratı vur Q üstə 8. B1'in kvadratı vur Q üstə 8. Və bizə nə deyir burada? Aha. Deyir ki, B3 vur B7 hasilini tap. Nə? Burada
mən burada Q kvadratı Q kubu yazmalıydım. Yəni B4-də B1 vur Q kubu. Baxıram ki, şərt nəsə az gəldi bizə. Burada 12 olur. B1-in kubu vur Q üstə 12. Və bizdən verilən soruşulan şərtlərlə çıxan nəticə budur. Bunu biraz da sadələşdirirəm. Yazıram B1 vur Q-nün üstə 4-ün üstə kubu bərabərdir 8-ə. B1 vur Q üstə 4 bərabərdir 2 olur. Düzdür? İndi aşağıdakını da biraz da sadələşdirirəm. Yazıram B1 vur Q üstə 4-ün B1 vur Q üstə 4-ün kvadratı kimi. B1 vur Q üstə 4-ü biz 2 tapmışıq. 2-nin də kvadratı olacaq 4. 85-i də yazıram. Bu eyni sual tipi olsa da 85-in özünü yenə yazacağım. Deməli, B1, B8 və B12 bərabərdir 64-dür. Birinci bunu sadələşdirirəm. B1 vur, B8-i yazıram. B1 vur Q üstə 7 kimi. B12 yazıram. B1 vur Q üstə 11 bərabərdir 64. Burada B1-in kubu vurulsun Q üstə 18 bərabərdir 64. Biraz da sadələşdirsəm B1 vur Q-nün üstə 6-nın kubu eləyir. Bərabərdir 64-də. Onda B1 vur Q üstə 6 bərabərdir 4-də. Bu şəkildə. Və keçirəm təzdən bizə hansı verilən ifadə. Yəni B4 vur B10. B4 vur B10. B4 vur B10 bərabərdir. B4-ü yazıram. B1 vur Q kubu vurulsun B10 da B1 vur Q üstə 9 kimi. O da eləyir. B1 vur Q-nün üstündə 12. B1-in kvadratı vur Q üstə 12. Bunu da yazıram. B1 vur Q üstə 6-nın kvadratı kimi. Bunu da biz 4 almışıq. 4-ün kvadratı olacaq 16. 86-87 tipli sualında birinə baxaq. Əslində bu da bayaq yazdığımı, buna oxşar tip yazdıq, amma biraz bunda fərq var. B1 5-dir. Bu ifadənin qiymətini hesablayın. Birinci baxanda nə görürük? Müxtəsər vurma düsturu görürük. Bunu açaq. Deməli, mən bərabərdən sonra alan yazacağım. B8 çıx B1 vurulsun B8 plus B1 bölünsün məxrəzdə. B15 çıx B1 bölünsün. Burada elə bir haldır mümkündür. Kvadrat yoxdur. Aha, bərabərdir. Təzdən sürəti B8 çıx B1. Bunu aşağıdan yazılması yer satmayacaq. B8-i yazıram. B1 üstəgəl Q daha doğrusu. B1 vur Q üstə 7. Çıx B1. Vurulsun. B8-i yazıram. B1 vur Q üstə 7 plus B1. Əslində bu şəkildə yazmamış da yaza bilərdik. Amma nəsə yazdım da. B15-də yazıram ki, B1 vur Q üstə 14 çıx B1. Yəni necə demək istəyirəm? Kvadrata elə birbaşa B8-in yerinə B1 vur Q üstə 7 yazıb kvadrat yüksəldə bilərdim. Onu demək istəyirəm. O da olur. Deməli, birincidən B1-i çıxardıram. Olur Q üstə 7 çıx 1. Q üstə 7 çıx 1. Gəlin elə bunu dediyim kimi yazın. Belə gözümə heç xoş görsənmədi. Yəni bu boyda əziyyətimi silsəm belə uzun həll görəndə qaçıram. Deməli, nə edirəm? Bərabərdir. B8-i yazıram. B1 Q-nün üstə 7-nin kvadratı çıxılsın. B1-in kvadratı bölünsün. B15-i yazıram. B1 vur Q üstə 14 çıx B1. O da bərabərdir. Bunun kvadratı yüksəlsək B1-in kvadratı vur Q üstə 7-nin kvadratı 14. Yəni 7-nin kvadrat deyəndə qüvvətə vurulur deyə 7-nin 2 vuruq 14. Çıxılsın B1-in kvadratı bölünsün B1 Q üstə 14 çıx B1. Və sürətdən B1-in kvadratını çıxarsam Q üstə 14 çıx 1. Məxrəzdən də B1-i çıxarsam olur Q üstə 14 çıx 1. Bunlar gedir. Burada da qalır B1. B1-in də qiymətini bizə 5 vermişdi. Gələk 88-ci suala. Deməli, 88-ci sualdayım. Deyək, ilk nəticəmi düstə belə, həm də sizlərin vurğunu tapın. Sizlə vurğunu tapın, yəni Q-nü tapmalıyıq. Q-nü tapmaq üçün nəyə tapa bilərəm? Məsələn, ən başda. Bu tip sualını biz ədədi silsilədə olan formasını işləmişdik. Orada da D-ni tapın deyirdi. Biz də D üçün ən kiçik olan A2 çıx A1 yazırdıq.
Burada da Q üçün yenə Q üçün ən sadə yolu yazacağım. B2 böl B1 şərtinə əsasən. Yəni B2 ilə B1 tapacağım. B1 bilirik ki, B1 elə S1-ə bərabərdir. B1 elə S1-ə bərabərdir. B2-də yəni S2 çıx S1-ə bərabərdir. B2-də S2 çıx S1-ə bərabərdir. İndi yazıram buradan. S1 bərabərdir. Yəni B1 bərabərdir S1. S1-i tapmaq üçün n-i yerə 1 qoymalıyıq. 3 üstə 1 çıx 2. Bu deyir 4. B2 bərabərdir. S2 çıx S1. S2-mizi də tapmaq üçün burada 2 qoymalıyıq. 2 vur 3-ün üstə 2 çıx 2. Bu S2-dir. Çıxılsın S1. Yəni 4. O da elədir. 9, 2, 18. 2 çıxanda 16. Deməli, ona 4 çıxanda 12. B2 də oldu 12. Və Q-ndə tapmaq üçün B2-ni bölürük B1-ə. B2-miz 12-dir. B1-miz də 4. Bu da olur 3. Əgər hesab səhvi getməliksə, olacaq 3. Keçirəm 89-cu suala. 89-da deyir ki, həndə sizə ilk 6 həddin cəmi, yəni S6-mız ilk 6 həddin cəmi, ilk 3 həddin cəmindən S3-dən 28 dəfə böyükdür. Sislə vurğun tapın. 28 dəfə böyük olarsa, bizdən sislə vurğun Q-nü istəyir. İlk 6 həddin cəmi yazıram. B1 vur Q üstə 6 çıx 1 bölünsün Q çıx 1 bərabərdir. S3 yazıram. B1 vur Q kubu çıx 1 bölünsün Q çıx 1 vur 28. Q çıx 1-lər, B1-lər getdi buradan B1 idi. Qaldı Q üstə 6 çıx 1 bərabərdir. Q kubu çıx 1 vur 28. Əslində Q üstə 6 çıx 1-i də vuruqlarına ayırsam, yazıram Q kubu çıx 1, Q kubu plus 1 bərabərdir. Q kubu çıx 1 vur 28. Q kubu çıx 1-lər də buradan gedir. Q kubu plus 1 bərabərdir 28-ə. Q kubu bərabərdir 27-yə və Q bərabərdir 3-ə. Bizdən elə Q-ni istəyirdi. Yazıram 90-cı sualı. Sonlarda deyəsən suallar fərqlidir. 90-cı sualda. 90-cı sualda deyək ki, 10 sayda həddi olan həndə silsilənin, yəni 10 dənə həddi var. Bu həndə silsilənin vuruğu 2-dir, yəni Q-müz 2-dir. Bu silsilənin cüt nömrəli hədlərin hasili, yəni cüt nömrəli hədlərin hasili, tək nömrəli hədlərin hasili olan nisbətini tapın. Deməli, 10 dənə həddi var, deməli 5 dənə tək həddi var, 5 dənə də cüt həddi var. Məsəl üçün deyirəm, belə yazım da. B1, B2, B3, B4, B5, B6, B7, B8, B9, B10. Bu şəkildə. Deməli, burada bizə 10 dənə həddi var B1-dən B10-a və bu silsilənin cüt nömrə hədlə hasili, yəni B2 vur B4, B2 vur B4 vur B6 vur B8 vur B10 bölünsün tək nömrə hədlərinin hasilinə olan nisbətən. B1 vur, B3 vur, B5 vur, B7 vur, B9-a olan nisbətini tapın. Biz buradan baxırıq ki, deməli, bu nisbətə B2 böl B1 bizə Q-nü verir. B4 böl B3 yenə Q-nü verir. B6 böl B5 Q. B8 böl B7 yenə Q və yenə Q. Oldu Q-nün üstündə 5. Bu da bizə verir 2 üstə 5, yəni 32. 32 dənə oldu 32. Yazaq nəyə? 91-ci sualı. 91. Həndə sizlə ardıcıl əldə olarsa, B böl A nisbətini tapın. Yenə bu da bayaqki suallardandır. Ardıcıl hədd olanda demişdik ki, 4-ün kvadratı bərabərdə A vur B olur. Eyni zamanda B-nin kvadratı bərabərdə 4 vur 12 olur. Bu sistemi həll edirik. Buradan aldıq ki, A, B-miz 16-dır. B kvadratımız 48-dir.
B-miz onda müsbət mənfi kök 16. Yəni 4 kök 3. 4 kök 3. Müsbət mənfi 4 kök 3. Əslində bunu heç belə tapmıram. Alt-alta bölürəm bunları. Yəni AB böl B kvadratı bərabərdir 16 böl 48. Bunlar gedir, qalır A böl B bərabərdir 3-də 1. Bizə nə istəyir? B böl A-nı. Onda B böl A-da olacaq 3. Bu şəkildə. Baxıram 92-ci suala. Əslində 92-də. Bayaq yazdığımız suallardan da amma baxaq. Burada hamısı fərqlidir. Ona görə hamısına baxmalı olacaq. 92-ci sual. 92-də deyir ki, hədləri müsbət olan B-nin həndəsi hissəsində B1 vur B12 hasilini tap. Baxarım. Belə yazaq. Burada yazıram ki, B2 vur. Hamısını açıq şəkildə yazıram. B2-ni yazıram. B1 vur 2. B6-nı B1 vur 2 üstə 5. B8-i B1 vur 2 üstə 7. B10-u da B1 vur 2 üstə 9. Bərabərdə 36-ya. Buradan B1-in üstə 4 vurulsun. Köyünün üstündə 6, 13, 22. Köy üstə 22. Bərabərdə 36-ya. Bu da B1. Bu şəkildə qalsın. B yazıq da B1 kvadratı vur 2 üstə 11-in kvadratı bərabərdə 36-ya. Onda buradan B1-in kvadratı vur 2 üstə 11 bərabərli müsbət mənfi 6 olur. Bu şəkildə. İndi keçək ikinci hissanı sadələşdirək. B1 vur B12. B1 vur B12. Yenə B1 qalsın yerində. B12-ni yazıram. B1 vur 2 üstə 15 kimi. O da B1-in kvadratı vur 2 üstə 11. Burada biz nəsə tapmışdıq? Müsbət mənfi 6 tapmışdıq. Amma bizə nədir? Hədləri müsbət olan. Ona görə biz yalnız hansını götürəcəyik? 6-nı. Müsbət olan dediyinə görə. Baxıram 93-cü suala. 93-də. 93-də deyir ki, həndəsi hissələrin B6-nı tapın. Bu da yenə rahat sualda sistem şəklində burada hazır şəkildə verib. Ona görə biz bunu təzədən hamısını bir-bir açmalıyıq. B4-ü yazıram. B1 2 üstə 5. Daha doğrusu 2 üstə 3. 2 üstə 3. Çıx B1, B2-ni yazıram. B1 2 üstə 1 bərabərdir 48. B3-ü B1 2 kvadratı. Çıx B1 bərabərdir 16. Bunu da təzədən sadələşdirsəm. Birincidən B1 köyünü çıxarsam olur 2 kvadratı çıx 1 48. İkincidən B1-i çıxarsam 2 kvadratı çıx 1 16. Alt-alta bölsəm B1-lər gedir. Bunlar gedir sürətdə 2, məxrəcdə 1 bərabər. 48-də 16-ya böləndə 3. Buradan köyümüz oldu elə 3. Köyümüz 3-dürsə gətirə birində yerinə yazaq. B-ni tapaq. Gətirə belə bu ikinci zərfdə yerinə yazıram köyünü. B1 vurulsun. Köyünü yenə 3 yazanda 3-ün kvadratı 9 çıx B1 bərabərdir 16-ya. 8 B1 16-dırsa B1 olur 2. Deməli B1 də oldu 2. B1-də 2 tapdım. Və bizdən B6-nı yazıram. B6 nəyə bərabərdir? B1 vursun 2 üstə 5-ə. O da B1-imiz 2 vur köyümüz 3. 3-ün üstə də 5. 2 vur 3 üstə 5 243. O da 486. 486. Deməli, bu da oldu 93-cü sual. 93-də 486 tapandan sonra keçək 94-də. 94-də. Deyir, hasilləri 64. Ədədi ortaları 3-də 14 bərabər olan 3 ədəd həndəs isə ardıcıl ədədlərdir. Yəni yazıram B1, B2 və B3-dür. Hasilləri B1 vur, B2 vur, B3 bərabərdə 64-də. Ədəd ortaları B1 üstə gəl, B2 üstə gəl, B3 böl 3 bərabərdə 3-də 14-də. Onda B1 üstə gəl, B2 üstə gəl, B3 bərabər olur elə 14-də. Bundan nə deyir bizə? Bunun hədlərin ən böyüyünü tapın. Baxaq görək, indi yazaq görək. Ən böyük hansı olacaq?
Burada nə edir? B1'dir. B1, B2, B3 64'dür. Biz bilirik ki, B1 vur B3 hasildə bizə B2'nin kvadratını verir. Yəni, ortada bir B2 var. B1 vur B3 hasil yenə də B2'nin kvadratını yazsaq 64'də. Buradan B2'nin kubu bərabərdir 64'də və B2 bərabərdir 4'də. B2'ni tapdıq 4. Aha, B2 4'dürsə, B2 4'dürsə. Bunu da vuruqlarını ayırsaq. Deməli, B2'ni 4 tapandan sonra bu hissəni silirəm. B2'ni 4 tapanda gətirib yerinə qoysam, B2'ni 4 qoysam, onda B1 vur B3 hasili olacaq 16. Burada yerinə qoysam, B2'ni 4 qoysam, B1 üstə gəl B3 bərabərdir 14'dən 4'ü çıxsaq 10. Yəni B1 üstə gəl B3 bərabərdir 10. Buna bir sistem kimi baxaq. Silirəm bu hissəni. Buna bir sistem kimi baxaq. B2'ni tapdıq, gətiririk. Şərtin digərini də buradan yazın. B1 üstə gəl, B2 üstə gəl, B3 bərabər idi 14'də. 3'ünün cəmi 14 idi, hasil 64 idi. B2'ni 4 tapandan sonra gətirib hər ikisini yerinə yazdıq. B1 vur B3 16 oldu. B1 üstə gəl, B3 16. Deməli, hasili 16, cəmi 10 olan hədlər 2-nə 8. Onda B1 2, B3 8 olsa, baxaq B2 də 4 olsa ödəyir. 2'yə vurmaqla, yəni 2 ödəməklə gedir. Bu hədlərlə böyüyün soruşurdu, yəni 8. Deməli, yazıram 95-ci sual. 95-ci sualda o sizə vurğun soruşur. Yenə bunu sistem şəklində yazacağım. Bir parçalayıram. B2'ni yazıram B1 B3'ü yazıram B1 kvadrat bərabərdir 6'ya. B4'ü yazıram B1 kubu çıxılsın B1 bərabərdir 18'ə. Və təkrarən burada çıxarsam mötərizə xaricinə B1 olur 1 üstə gəl 2 üstə gəl 2 kvadrat bərabərdir 6. Burada da B1'i çıxarsam olur 2 kubu çıx 1 bərabərdir 18. Buraları tərəf-tərəfə bölərim. Yəni B1 vurulsun 1 üstə gəl 2 üstə gəl 2 kvadratı bölünsün bu tərəf B1 vurulsun 2 kubu plus 1. Bunu da parçalayaq. Yazıram 2 çıx 1 2 kvadratı plus 2 plus 1 bərabərdir 6 bölü 18. Bu isə ixtisar gedir, B1'lər gedir. Sürətdə 1 məxrəcə 2 minus 1 bərabərdir 3'də 1. Buradan 2 olacaq 4. 2'ni 4 tapdıq. Yəni bizə nə kimi istəyir qonusda. 96 deyini bu sualdan da ona görə 96'ı yazıram. Keçirəm 97 və 98'in sualına. 97'də deyir ki, B3 vur B12. X qoysaq 8x. B7 vur B8. 9x plus 12. B6 vur B9 hasilini tapın və x müsbət olarsa. Biz bilirik ki, həndə silsilədə də BN vur BK. Belə yazım. BM vur BM bərabərdir BK vur BL. Bu düstur ədədi silsilədə də var. Ədədi silsilə cəm formasında, həm də silsilə hasil formasında. Bu şəkildə olarsa, bilirik ki, n plus m bərabərdir k plus 6 ödənərsə, onda bn vur bm hasili bərabərdir bk vur bl hasilinə. Bu ədədi silsilə belə idi. A-nin üstə gəl am bərabərdir ak üstə gəl al. Əgər n üstə gəl m bərabərdir k üstə gəl l ödənərsə, bu ədədi silsilədir, bu da həndə silsilədir. Həndə silsilədə bu şəkildədir, hədlərin hasili şəklində. İndi buradan baxıram ki, 3 üstə gəl 12, 7 üstə gəl 8 və 6 üstə gəl 9. Hamısı 15-dir cəmi. Deməli, B3 vur B12 bərabərdir B7 vur B8-ə və o da bərabərdir B6 vur B9-a. Yəni, bu hasillər bir-birinə bərabərdir. Onda biz bu ikisini x kvadrat üstə gəl 8x-i bərabər edəcək nəyə? 9x plus 12'ye və burada x-in müsbət olduğunu nəzərə almalıyıq. Yazıram x kvadratı çıx x çıx 12 bərabər 0-a. Cəmi bir hasili mənfi 12 ədədlər. x1 olur mənfi 100, x2 olur 4. Cəmi bir hasili mənfi 2. Bizdən müsbət istədiyinə görə deməli hansını götürəcəyik? 4'ü. Aha.
X-im oldu 4. X-im 4-dürsə, indi bu hasil nəyə bərabərdir? B6 vur B9. Məsəl üçün, hər ikisinə birini götürüb yaza bilərik. B7 vur B8 hasilini götürürəm, yəni 9x plus 12. X-in yerinə 4 qoysam, 9 vur 4 üstə gəl 12. Yəni 36 üstə gəl 12 olacaq 48. İstədiyimiz birini götürüb yaza bilərik, eyni olsun, nəticə alınacaq. 98-dir, eyni bu sualdan da, orada da 22 ilə 5, 27, 10 ilə 17, yeni 27, 19 ilə 8, yeni 27. Bu da rahat sual deyək, keçirəm 99-cu suala. 99-cu sual. 99-cu sual biraz çətin sualdır. Demək olar ki, bu həndəsi hisslərin içərisində bir çətin sual buydu burada. S bərabərdir 6-da 1, üstə gəl 6-nın kvadratında 2, üstə gəl 6-nın kubunda 3, üstə gəl 3 nöqtə, üstə gəl n bölünsün 6 üstə n, üstə gəl 3 nöqtə. Bizdən 5s istəyir. 5s, burada baxırıq ki, məsəl üçün, bu cəm nədir? 6-da 1, sonra 6-nın kvadratında 1, 6-nın kubunda 1 olsaydı, biz bilərdik ki, bu həndəs hisslədir. Amma bunun məsəl üçün, buna B1, B2, B3 desək, B2-ni B1-ə böləndə fərqli olur. B3-ü B2-yə böləndə fərqli ədəd olacaq. Yəni, bu həndəs hisslə deyil. Biz burada həndəs hisslə yaratmalıyıq. Məsələn, bizdən 5s istəyir. Mən elə bir şey yaratmalıyım ki, məsələn, burada olsun 6-da 1, 6-nın kvadratında 1, 6-nın kubunda 1. Bu şəkildə yazsaq, gəlir sonsuz olan həndəs hissləyə. Özdə burada işarəti verib, yəni sonsuz azalan həndəs hisslə yaratmalıyıq. Bunu 6-ya vururam. 6-ya vurub altından yazıram. 6s bərabərdir. 6-da 1-i 6-ya vuranda 1. 6-nın kvadratında 2-ni 6-ya vuranda 6-da 2. 6-nın kubunda 3-ü 6-ya vuranda 6-nın kvadratında 3. Üstə gəl 3 nöqtə. 1-1 azalır bir məxrəclər. 6 üstə n minus 1-də n sürət olduğu kimi qalır. Üstə gəl 3 nöqtə. Bu şəkildə. İndi biz nə edirik? Burada. Bunun bir dənəsində yazaq. Məsəl üçün, burada üstə gəl 6 üstə n plus 1-də n plus 1 var da, yəni bu sonsuz şəkildə davam edir belə. İndi mən birində yazıram ki, mən hesablama rahat olsun. İndi bunu 6-ya vuranda 6 üstə n minus 1-də n oldu. Bunu 6-ya vuranda, olacaq 6 üstə n-də n plus 1. Sürət olduğu kimi qar məxrəc dəyişir. İndi bunları alt-alta çıxıram. Yəni 6s-dən s-i çıxıram. Olur 5s bərabərdir. 1 qalsın. Onsuz da 6s-dən s çıxıram. 6-da 2-dən 6-da 1 çıxanda olur nə? 6-da 1. 6-nın kvadratını 3-dən 6-nın kvadratını 2-dən çıxanda olur 6-nın kvadratında 1. Sonra 6-nın indi burada kubu var. Ondan 10 çıxanda olacaq 6-nın kubunda 1. Sonra buradan gəldik. 6 üstü n-dən n plus 1-i çıxanda 6 üstü n-dən n plus 1-i çıxanda, yəni bu onsuz 3 nöqtədə sonsuz sayı davam edir. 6 üstü n-dən n plus 1-dən 6 üstü n-dən n-i çıxanda qalır. Deməli, 6 üstü n-də n plus 1-dən n çıxanda 1. Bu şəkildə və yenə deməli, sonsuz sayıda davam edəcək. Yəni, biz nə yaratdıq? Sonsuz azalan həndəsi hisslə. O hissəyə baxın. Dediyim kimi, bir sizi saçdırmasın deyə bir saxlayın. Deməli, bizim 5s-imiz nəyə bərabər oldu? 5s-imiz bərabər oldu. Bir üstə gəlsin. Bu hissə sonsuz azalan həndəsi hisslədir. Yəni, B1-imiz 6-da 1. B2-imiz 36-da 1. Q-nü tapsaq, 36-da 1-i böləndə 6-da 1-ə eləyir 6-da 1. Yəni, 6-da 1. Q-müz də 6-da 1-dir. Bu sonsuz azalan həndəsi hisslərin cəmli üsulü necə yazılır? S bərabərdir. B1 bölünsün 1 minus Q üsulu ilə. Buradan da 1 üstə gələnsin. Bu 1, bu 1-dir. Bu cəmin yerinə də yazdım. B1 bölünsün 1 minus Q. Buradan da 1 üstə gəl. B1-imizin yerinə 6-da 1 bölünsün 1 minus Q-mizin yerinə də 6-da 1 yazırıq. Və silirəm sadələşdirmək üçün.
Buradan da olacaq ki 1 üstə gəlinsin 6-da 1 bölünsün 6-da 5. Bu da tərsini çevirən 1 üstə gəl 5-də 1. Bu da 1,2. Deməli oldu 1,2. Bu da 99-cu sual. Keçdim 100-cü suala. 100-cü sualda bir bəndin uyğunluğunu göstərəcəm. Qalanları siz özünüz yazarsınız. Deməli. Keçirəm 100-ün bir dənəsini göstərəm. Onsuz da 101-də eynidir və 102-dən göstərir. 100-dən birinciyə baxıram. Deyir, sonsuz azal həndəsizlər var. Sonsuz azal həndəsizlər varsa, onsuz da hazır düsturu var. B1 bölünsün 1-2. Və buradan da deyir ki, bizə B1-i də verib, 2-ni də verib, S hesabla. S bərabərdir. Məsəl üçün, birincini yazıram mən. B1-in yerinə 3 bölünsün 1-2-nin yerinə -2-də 1. Bu da 3 bölünsün 1 plus 2-də 1. 3 bölünsün 2-də 3. Yəni olacaq 2. Bu şəkildə hamısını hesablayırsınız. 1-ə uyğun gəldi D bəndi. Aha. Qalanı da siz özünüz yazarsınız. Eyni qaydada 101-də bu şəkildədir. Sonsuz azal həndəsizlərdir. Yəni SN yoxdur sonsuz dediyinə görə. S bərabərdir B1 böl 1-2 ilə hamısını yerinə qoyub hesablayırıq. Gəldim 102-ci suala. Deyir, həndəsizlik üçün uyğunluğu müəyyən edin. N-ci hədd düsturu verib. Burada da məsəl üçün birincini yazıram. BN bərabərdir 3 vurulsun 2 üstə N. Burada da ancaq bizdən baxırıq ABCD variantlara silsilə vurğun soruşur. Silsilə vurğun tapmaq üçün ilk iki həddini tapsaq yetərlidir. Yəni B1 ilə B2-ni tapsaq yetərlidir. Məsəl üçün buna B1 tapıram. N-i yenə 1 qoyuram. 3 vur 2 üstə 1 oldu 6. B2-ni tapıram. 3 vur 2-nin kvadratı, yəni N-i yenə 2 yazıram. O deyir 12. 2-ni də tapanda B2 böl B1, yəni 12 böl 6 olur 2. Birincidə 2-dir. Silsilə vurğu 2 olan bənd C variantıdır. 1-ə C uyğun gəlir. Məsəl üçün, ikincini yazıram. İkincidə BN bərabərdir 3 vur 2 üstə -N. Yenə silsilə vurğun soruş deyə biz B1-lə B2-ni tapacağıq. B1-i tapanda yerinə 1 qoyuram. 3 vur 2 üstə -1. O deyir 3 böl 2. B2-ni tapanda yenə 3 vur, yəni 2 qoyuram -2. O da 3 böl 4. 2-ni tapanda B2-ni B1-ə bölürəm. 4-də 3-ü bölürəm 3-də 2-də 3-ə. Bu da 4-də 3 vurulsun 3-də 2 olur 2-də 1. Bunu da silsilə vurğu 2-də 1, yəni 0,5-dir. Üçüncünü də yazaq. Bundan biri yazmış olun. Düzü sadədir, amma yenə də sona qədər tamamlayım. BN bərabərdir 2 vur 3 üstə N. Yenə B1 tapsam 2 vur 3 üstə 1 oldu 6. B2-ni tapsam 2 vur 3-ün kvadratı olacaq 18. Yəni N-i yenə 2 yazdıq. 2 də bərabərdir B2 böl B1 18 böl 6 olur 3. Gördük son A bəndi düz gəldi. Bu da belə həndəsi sizdən sualları bitdi. Bu qədər. İnşallah hamısını başa düşərsiniz yaxşı.